Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 70 və 71-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 6-cı bölməmizin adı həndəsi fiqurlardır. Yada sal. 1. Cədvəl tamamla. Fiqurumuza baxaq. Bu nədir? Düzbucaqlı üçbucaqdır. Adı düzbucaqlı üçbucaq. İkinci fiqurumuzun adı romb, üçüncünün paraleloqram, dördüncü trapesiya, beşinci isə düzbucaqlı trapesiyadır. Paralel tərəfləri, düzbucaqlı üçbucağın paralel tərəfi yoxdur. Rombun LM, RN xətləri və LR MN paralel tərəf düz xətləri paraleldir. Paraleloqramda paralel tərəflər Y, Z və HV-dır. Həmçinin də YX, Z, V-dir. Trapesiyada PTKH, düzbucaqlı trapesiyada YX, CF tərəfləri bərabərdir. Perpendikulyar tərəfləri. Burada perpendikulyar tərəfləri AB və AC tərəfləri perpendikulyardır. İkincidə, üçüncüdə və dördüncüdə isə perpendikulyar tərəfi yoxdur. Düzbucaqlı trapesiyada YX və YG, həmçinin YG, GF də perpendikulyar tərəfləri var. Düzbucaqları baxaq. Düzbucaqlı üçbucağın A bucağı, ikincinin, üçüncünün və dördüncünün düz bucağı yoxdur. Düzbucaqlı trapesiyanın isə Y və C bucaqları düz bucaqdır. İti bucaqlar. Düzbucaqlı üçbucaqda BC, rombda LN, paraleloqramda TZ, trapesiyada PT, düzbucaqlı trapesiyada isə F-dir. Kör bucaqları, düzbucaqlı üçbucağın kör bucağı yoxdur. LMNR rombunda isə M və R kör bucağı var. Sonra paraleloqramda Y və trapesiyada K, H, düzbucaqlı trapesiyada isə H kör bucağı var. Fiqur simmetrikdirsə düzgün ilə, simmetrik deyilsə X ilə qeyd et. Düzbucaqlı üçbucaq simmetrik deyil, yəni simmetrik o deməkdir ki, qatladıqda bütün nöqtələri üst-üstə düşən fiqur simmetrik fiqurdur. İndi buna baxın. Məsələn, bunu qatlasaq, düşəcək C A-nın üstünə düşməyəcək. Çünki bu iti bucaqdır, bu düz bucaqdır. Düşməyəcək. Romda ancaq qatlasaq eyni şeylər yenə üst-üstə düşəcək. Burada paraleloqramda da düşməyəcək, trapeziyada olacaq, düşəcək, düzbucaqlı trapeziyada da düşməyəcək. 2-3 bucaqların həm tərəflərini, həm də bucaqlarına görə yol növlərini yaz. Tərəflərinə görə müxtəlif tərəfli, bucaqlarına görə düzbucaqlı, üçbucaqlı birinci, ikincidə müxtəlif tərəfli, ikinci bucaqlarına görə kör bucaqlı, üçüncüdə bərabər tərəfli, iti bucaqlı, bərabər yanlı və iti bucaqlı, üç bucaq.
3. C nöqtəsi AB parçasını bərabər hissələrə ayırır. AC parçasının uzunluğu 60 millimetrə bərabər olarsa, AB parçasının uzunluğu neçə santimetrdir? Deməli, birinci bunu gəlin buraya yazaq. Belə yox. Yazaq bura 60 nə millimetr. Aha, bura 60 millimetrdir. Deməli, bundan, yəni baxaq. Bu qədər nə qədər olar da? 2 dənə bundan varsa neyniyəcəyik? Vuracağıq. Ona görə də 60 millimetri 6 santimetrə keçiririk. Çünki burada nə deyir? Neçə santimetrdir deyir. Ona görə də 6 santimetri 2-yə vururuq. Eləyəcək 12 santimetr. Deməli 12 santimetrdir. 4. Xətlərin nəzərən simmetrik fiqurlar çək. Deməli, birincidə belə çəkirik. Aha, gəldi. Baxın, belə. Yəni, qatladıqda üst-üstə düşsün. Baxın, belə çəkməlisiniz. Aha, belə. Yəni, çəkmişəm, bir də üstündən getməyim. Yəni, belə çəkməlisiniz. Ancaq bu axırıncıda belə olmalıdır əslində. Baxın. Düzünü indi çəkim də. Gərək çəkim. Baxın. Belə idi düzü. Belə idi, baxın dostlar. Deməli, belə idi. Bunları da bax, çəkə belə eləyək. Aha. Bu bir. Belə. Belə olmalıydı. Buradan yandan bir dənə. Yəni, eyni ölçüdə belə bunları qoymalıydıq da. Ancaq burada bir dənə romb almalıydı. Necə eləyək bunda? Gəlin belə sarı rənglə göstərək. Aha. Sarayına baxın. Tam rəngləmirəm. Baxın. Baxın, belə olmalıydı da. Yəni, belə. Və sonra da belə bunlar eyni şəkildə simmetrik şəkildə belə gələcəkdir. Məsələn, bir dənə göstərim bunu belə. Belə, sonra belə. Sonra da belə gəlməliydi. Yəni, baxın, birinci kimi o birisilərdə eləyəcəksiniz. Baxın, mən sizə göstərdim. Yəni, burada olanı yazmasaz yaxşı olar. Aha. Keçək səhvə 71-ə. 5-də deyir ki, fiqurları birləşdirdikdə hansı müstəvi fiqur alınır altında neynə yaz. Deməli, bunları gəlin birləşdirsək necə olar? Hələ eləyək. Aha, baxın, yəni bunlar da. Gəlin birləşdirək bunları birinci. Necədir? Birinci, baxın, belədir. İkinci də belə gedir. Deməli, bu nəyə oxşadır? Bu paraleloqrama oxşadır. Yəni, birləşdirdikdə belə olmayacaq. Yəni, bu kiçik şəkildə belə olacaq. Deməli, burada baxın, yazırsınız paraleloqram. İkincidə isə görsək, kvadrat olduğunu elə buradan bir baxışda görmək olar. İkincidə isə düzbucaqlıdır. Çünki
Birləşdirsək, bir dəqiqə. Aha, birləşdirsək baxın. Bununla bu, belə göstərməyim hələ. Bununla bu, bununla da bu bərabər olacaq. Yəni belə eləyək. Belə eləyək, elə birləşdirmiş olaraq da. Yəni gördüyünüz kimi, baxın, bunda necə oldu? Bu da buna, bu da hamısı bir-birinə bərabər oldu. Ancaq bunda bu buna, bu da buna bərabər oldu. Ona görə də burada bütün tərəflər bərabərdir. Burada iki tərəf bir-birinə bərabər olur. Sonra digərinə baxaq. Digəri də elə bundan eyni şəkildədir. Aha, bunu belə eləsək. Bunu da götürəklədik. Aha, belə görsək, baxın. Bu buna bərabərdir. Baxın, bu qədər xəttidir. Yəni ölçmək olsaydı da göstərərdim ki, yəni bu qədərdir. Baxın, bu qədərdir. 1, 2, 3, 4. Gördünüz? 4 dənədir bu. 1, 2, 3, 4. Baxın, bax. Bunu birləşdirəndə bu neçə olur? 3 olur. Yəni mən rənglədiyimə görə 4 olur da bu. Əgər belə eləsək, baxaq. Baxın, belə eləsəm. Aha, aha. Necəydi o? Bir də baxaq. Yəni gördüyünüz kimi, baxın, birləşdirsək belə, belə, sonra belə. Bu daha uzundur. Mənim gəlir ki, bu daha uzun olacaq. Gördünüz, bununla bu eyni oldu ölçüsü. Bunun da ölçüsü eyni oldu. Ona görə bu nə oldu? Düz bucaqlı oldu. Keçək digər tapşırığa. Altı şərtlərə əsasən şəkli tamamla və çoxbucaqlını çək. Bir tərəfi AB parçası da paralel və bərabərdir. 5 tərəfi var. 1, 2, 3, 4, 5. Belə çəkdikdə 5 olur. Aha. Bucaqlarından biri iti bucaqdır. Aha. Burada da var. Aha. Bucaqlarından biri iti bucaqdır və simmetrikdir. Gəlin, bizim çəkdiyimiz baxın belədir. Aha. Deyir, bir tərəfi AB parçası da paraleldir. Paralel və AB parçasının hansıdır? Baxın, budur AB parçası. Paralel nədir? Bu nöqtələrdə paraleldir ona. 5 tərəfi var. 1, 2, 3, 4 və 5. Nə oldu? 5 tərəfi simmetrikdir. Aha, baxaq. Gördünüz, simmetrik oldu. Keçək tapşırıq 7-yə. 7. Cədvəldəki fiqurun hərəkətlərini müəyyənləşdir və sağdakı fiqura tətbiq et.
Deməli, burada gördüyünüz kimi heçlə dəyişmir. Ona görə elə eyni fiquru neynirik? Çəkirik. Burada gördüyünüz eyni fiquru. B-də isə baxaq. Tərs tərəfə gedir. Baxın, burada gördüyünüz kimi bir dəqiqə. Aha. Baxın, burada neyini yerəli bizdə belə bir dənə qoyaq. Tərsilə çevrilir. Belə gedir o. Məsələn, belə idi. O, düşür, belə olur. Aha, düz bu belə olur. Ona görə də biz də belə tərs çevirərək yazırıq bunu. Ancaq yandakı da bununla belə tərs olur da, öz yanındakı. Əksi olur da, güzgü dözmüsü gördüyümüz kimi. Ancaq tərs tərəfə. Burada tak sağa baxır, burada sola baxır. 8. Lalə fiqurları müəyyən bir əlamətə görə qruplaşdırır. Qalan fiqurlar bu qrupa daxil olmadı. O fiqurların əlamətə görə qruplaşdırdı. Doğru fikri qeyd edin. Ən az bir iti bucağı var. Yox. Əgər bunlardırsa, əgər belə olsaydı, 3 bucaq bura girməliydi və ya romb, bu, yəni onların heç biri girməyib. Təpələrin sayı 3-dən çoxdur. Aha, bu girməyə bilər. Bu girməliydi, niyə girmədi? Deməli, bu da deyil. Ən azı iki tərəfinin uzunluğu bərabərdir. Biz elə girənlərdən götürsək, yox, bərabər deyillər. Ən azı, nə deyir bir dəqiqə? Aha. Ən azı bir bucağı düz bucaqdır. Aha, bax. Bu düz fikirdir. Niyə? Yəni, öz fikrimizi əsaslandırmalıyıq da. Niyə? Çünki, baxın. Aha, baxın, hamısında düz bucaq var, elə deyil, hamısında. Hamısında düz bucaq var, hamısında. Bax, bunda yoxdur. Girdi, yox, girmədi. Bunda var, yox. Bunda da yoxdur. Bax, burada da belə. Aha, yoxdur. Belə. Bunda da yoxdur. Bu hamısı 3 bucaqdır. Ona görə də bucağı düz bucaq olanlar girdi. Yəni, mən burada bir bucağı düz bucaqlar göstərmişəm. Yəni, məsələn, burası da göstərə bilərdi, burası da. Yəni, bir bucağı, ən azı bir bucaq dedik ki, bir bucağı göstəririk. 9'da değişik figürler grubunun üstte görünüşünü tamamla. Aha. Ada deyir ki, baxın. Belə burada üç bucaqdır. Bax, üstdən baxanda. Belə yazırıq bura üç bucaq. Burada da eyni şeydir. Burada da dairə çəkilib. Aha. Burada baxaq, bu buna yapışıb. Ona görə bunları bir yerdə çəkirik. Bununla bu eyni şeydir. Ona görə yəni eyni şeyi çəkirik. Ancaq baxın, bunlardan biraz ayrıdan görə aralı çəkirik. Burada baxın, gördünüz. Belə buradan elə çəkərək göstərmə elə olar necədir.
Elə yox. Məsələn, bu dairəm burada yox. Burada da çəkə bilərik. Aha. Hə. Yəni, gördünüz, burada kvadratdır. Hə, gördünüz, yəni üstə görüşü tamamladıq. Belədir, içində bir də dairə var. Burada belə. Aha. Burada baxaq. Burada elə 3 bucaq, 2 dənə. Bir də düz kubu yanda, yəni kvadratı. Yanında da onlara bitişmiş bir dənə silindir var üstdən görəndə dairə olur. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video elinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.